Diz oynaq ağrıları birinci növbədə çox çəkili olan insanlarda olur. Çəkinizi salın. Çəki salmaq üçün də müxtəlif vasitələr var. Birinci növbədə çörək və şirniyyatı menyunuzdan çıxardın. 2 dəfə qidalanın. Bu bir. İkincisi, bəzi insanlarda revmatik xəstəliklər var ki, bunların da oynaqlarında ağrılar olur. Ona görə də revmatizm xəstəliklər varsa, bu bir ayrı məsələnin mövzusudur. Buna da diqqət eləmək lazım. Bu yöndən müalicələr almaq lazımdır. Bəzi insanlar var ki, D vitamini çatmayanda oynaqlarında ağrılar baş verir. Ən elementar bir D vitamini çatmır və uzun müddət nə olur? Sümük öz kalsiyumunu ötürür qana, sümük toxuması yumuşalır, əyilir və deformasiyaya uğrayır, ağrılar. Bunu da araşdırmaq lazımdır. Bunu da yoxlayın. Sonra bəzi insanlar var ki, bu insanlarda angiopatiyalar var, damar zədələnməsi və bu da özünü oynaq və əzələlərdə şiddətli ağrılara səbəb olur. Bunu da araşdırıb, ən azından Doppler elətdirib tapa bilərsiniz. Və bəzi hallarda da insan qocalandan sonra ağrılar baş verir. Buna biz deyirik artrozlar. Artrozlar belə simmetrik olmur. Bəzən insanın bir ayağında ola bilir, o birisində olmaya bilmir, olmasında olmaz. Və bu zaman artrozlar baş verirsə, çəki çoxluğu yoxdursa, biz həmin toxumanın qidalanmasını yaxşılaşdırırıq. Belə ki, mütəmadi olaraq orada hicamın müalicəsi aparırıq. Həftədə bir 6 dənə, bir 5-6 həftə. Məsələn, sol dizimizdə varsa bunu eləyirik.